Cənnətə girməyə yeganə yoldur tövhid əhli. Ubadə ibn Samit radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə dedi: "Mən şəhidə ən la ilahe illallah vahdehu la şerike leh və enne Muhammeden abduhu və rasuluhu və enne İsa abdullah və rasuluhu və kelimetuhu elqaha ilə Məryəm və ruhun minh vəl cennetu haqq və nəru haqq ədxələhullahul cennətə alə mə kənə minəl amel." Ubadə ibn Samit radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim şəhadət getirərsə ki, Allah'tan başqa ibadətə haqqı olan məbud yoxdur, o təkdir, onun şəriki yoxdur, Məhəmməd Allahın qulu və elçisidir, İsa da Allahın qulu və elçisidir, Allah onu Məryəmə göndərdiyi bir kəlmə ilə olub, Allah tərəfindən olan bir ruh ilə olub, cənnət haqdır, cəhənnəm haqdır, buna iman edərsə, şəhadət edərsə, nə əməl üzərində olur olsun, Allah onu cənnətə salar. Başqa rivayətdə gəlir ki, cənnətin 8 qapısından hansını istəsə, o qapıdan onu cənnətə salar.